Salam, hər vaxtınız xeyir olsun əziz futbol həvəskarları, dəyərli Premium Liga izləyiciləri. Premium Ligada ilk turda daha bir maraqlı qarşılaşmada bir yerdəyik. Hansı ki bu komandada, daha doğrusu bu qarşılaşmada bir tərəfdə Wolf Team komandası meydandan sağ tərəfdə, sol tərəfdə isə Şəhid Adnad Bəncəli Teymurov komandası çıxış edir. Ümid edirəm ki, məhsullar maraqlı bir oyuna şahid olacaq. İlk turda açılış oyununda Şam və Refika komandaları üzə gəldi. Refika komandası maçı qələbə ilə tamamladı. Olur və gol! İlkən gələn bir gol. Məmmədov Onur komandasının ən önəmli oyuncularından biridir. Çərçivə yollamağı bacardı. Bəncəli Teymurov komandası artıq hesabda öndədirlər. Evet, komanda yoldaşı ilə oynadı. İndi Wolf Team adına bir cəhd izləyə bilərik. Əhmədov Vüsal nəzarət altında. Top yan xəttə meydanı tərk etdi. Təzik var dönüş istiqamətdə. Azad pressing edirdi. Vüsal birosunu ötürməsi. Şamilin ötürməsi komanda yoldaşına. Bir zərbə cəhdi. Sənlən kimi alınmır. Kapıdan zərbə. İbrahim kapıdan zərbə ilə top hərəkətli qazandı. Uzun bir ötürmə hissəyi. Kıray başlıyor. Sıralı çağırdı. Aslan. Bir qədər saxladı. Ötürmə hissəyin komanda yoldaşı var idi. Arkadaş kim yoxdur? Şamil tələsmir. Geriyə bir ötürmə. Vüsal. Aslan. Aslan ötürməsi ünvanı çatmır. Aslan. Onur. Meydandakı tək golun sahibi 4 dəqiqələr ərzində. Aslan. Bəncəli Teymurov kollektiv adına bir cəhd izləyə bilərik. Aslanın zərbəsi. Müdafiəçilər yaxşı oynadı bu epizodda. Şamil Onur. Bağlı idi zərbə üçün. Rəqibin bir əksizun şansı izləyə bilərik. Wolf Team komandası son müdaxilə. Rəqibdən gəldi. Əhmədov Fuad dəf etməyə bacarmışdı. Bəncəli Teymurov komandasının kapitanı. Digər tərəfdə isə Wolf Team komandasında isə kapitan Elədin Səfərovdur. Əzal topu çağırmaq istədi. Aslan. Zərbəsi keçmir. Kapitan Elədin Paşa. Onur təzyiq edirdi. Təzyiq öz bərəsində verdi. Qayda pozulmuş. Davam etmək lazımdır Şamil. Şahmar aldıcı cəhd Aslan. Aslan itirmədi topu. Elədin sökdü aldı. Ağanın ötürməsi ünvana çatmır. Qarşılıqlı top itkisi izlədi. Onur aldatdı bir rəqibini. Şamil. Bir ara ötürməsi Aslan düşüncəsi. Müdafiəçilər toxunuşu var indi Elədin. Uzun bir ötürməsi. Rəcəbi düşünmüşdü. Düşündük kim alınmır. Burada dəyişiklik də baş tutub. Məhəmməd Əlini artıq görən meydanda Wolf Team komandasında. Hərəkətləmişdi. İndi təzyiq edir ön istiqamətdə Onur. Küncdən zərbə. Ədalət təmsilçisi Mirzə Əhmədov. Eşən. Küncdən zərbəni işarə edir həmin epizod üçün. Paraleli bir ötürmə. Elədin yüksəldi, zərbə indirdi. Vüsal. Referi
Mirzametov. Əli ilə topun önünə daxil edilməsini istədi. Qapıcıya tapşırıq verdi bu yöndə. Orada qayda pozulmuşdu. Standart vəziyyət. Çəyirmə zərbəsi olsa bir nəfərdən ibarət canlı səhədi var. Şahmar topun arxasında. Öncəsi yaxın bir nöqtədə canlı səhədi aşmır zərbə. Şahmar, Şamil. Cana dəyişiklik kapitanla oynadı. Fuad. Bir ötürmə Aslan İbrahim. Keçid vermir. Bu epizod üçün rəqibini məyus edir. Onların hücum zəhti davam edir. Aslanın davi zərbəsi. Canlı səhəd qurdular sanki müdafiətə. Yalan Aslan. Ortaya düz. Yan xətdən top hərəkətliyi qazanır. Şamar qapısı üçün buraxdı topu. Vüsal. Vüsal yaxşı gördü komanda yoldaşına. Şamil zərbə indirə bilər. Bir zərbə! Şamil. Hesab arasındakı fərqi 2'ye yüksəldir. Bir baxış atdı. 2-cü nişan aldı. Topu da həmin nöqtəyə göndərməyi bacardı. Hesab arasındakı fərqi 2'ye yüksəlir. Gəncəli Teymurov komandası 2, Volt Team komandası 0. Şamil. Hatırladım ki hesabı Onur açmışdı. Onur Məmmədov. Daha sonrası Teymurov Şamil hesab arasındakı fərqi 2'ye yüksəldi. İndi biz bu ikilinin ötürməsini izlədik. Aslan. Ona çatmır top. Rədim müdafiədə inamlıdı. Ona rəqibinə vurub meydandan çıxardı. Paşanın ötürməsi digər cinayət. Məhəmməd Əli bir qədər ayaq saxladı. Bir qədər ötürməsi uğursuz alınmışdı. Arada bir dəyişiklik baş tutdu. Gəncəli Teymurov komandasında kapitan Fuad meydanı tərk etdi. Məmmədov Fuad. Onun əvəzinə Mirzəyev Zamiq meydan daxil olub. Daha bir əvəz etmədə isə Şahmar əvəzləndi. Onun əvəzinə isə İlqar artıq meydandadır. Aslanov İlqar. İndi bir əksizun şansı ola bilər. İbrahim riski getmədi. Top meydandan çıxardı. İlqar. İlqarın zərbəsi. Aslanında toxunuşu var idi. Asa 2-0'lık üstünlüyü var. Oradan Zamiqdən bir qədər riskli, soyuqqanlı bir hərəkət, amma nəticə etibarilə inamlı alındı. Vüsal qapıdan zərbə ilə top hərəkətliyi qazandırdı. Şamil. Bir ara ötürməsi Onur Məmmədov. Onur! Söndü zərbə indirdi. Asfəklə top qapın yanına meydan tərk edir. Aha, cinahda Məhəmməd Əli. Elə ki, rəqibləri Rəcəbi yaxşı bağlayıblar. Rəqibə təhlükə yarada bilmir. Bütün dəqiqələr ərzində. Rəcəb. Paşa. Rəcəb. Məhəmməd Əli komanda yoldaşının ön istiqamətində. Rəqiblərini başa düşmədilər, anlaşa bilmədilər. Bir ara ötürməsi Rəcəb. Məhəmməd Əli, Rəcəb zərbə indirə biləcəkmi? Zərbə qapı tiri. Müdafiədən çıxarmağa bacardılar. İndi bir əksizun şansı ola bilər Aslan. Zamiqin ön istiqamətində bir zərbə İbrahim. Hamdə Səhələddin uzaqlaşdırmağa bacarır. Zamiq paralel ötürmə, Ələddin ötürmən oxudu. İlqar müdafiədən yanımla ötürmə komanda yoldaşına Şamil. Allah büdrədi. İndi təzyiq var rəqibdən. Onur. Sağına seçdi Onur. Qapı qarşısına ötürmə hissəyə. Qapıcı uzaqlaşdırır. Küncdən zərbə. Son müdaxilə İbrahimdən gəlmişdi. Onur Məmmədov. Küncdən zərbə onun yerinə yetirəcək. Qapı qarşısına ötürmə hissəyə.
Toxunuş var idi. Aslandan ama direğe mane oldu topun qapıdan keçməsinə. Daha bir əksizin şansı, daha bir cəhd. Onur. Aşa bilmədilər. Ötürməni Aslan önünə gözlürdü sözün açığı. Onun ötürməsi onun gerisində qaldı. Samiq. Məhəmməd Əli mane olurdu ona. Şamil. Komandası adına ikinci qol məhz ondan gəlmişdi. Və xatırladım ki, Bənzəli Teymurov komandasının 2-0'lı üstünlüyü var. Bir qədər gözlədim. Onların zərbəsi dirəyə tuş gəldi. Fərq artacaqmı deyə. Hesab dəyişmir. Bənzəli Teymurov komandası 2-0 hesabı ilə öndədir. İlk turda rəqibi Wolf Team qarşısında. Şamil. Şamil. Qüvvətli zərbə. Top qapının üzərinə meydan tərk edir. Artıq 12-ci dəqiqə oynanırlar. Qarşılaşmada ilk hissəni demək olar ki, artıq yarılamışıq. 2-0'lıq üstünlüyü var. Bir daha xatırladım. Ələddin. Rəcəb. Bir ötürmə isə son müdaxilə İlqardan. Çox yerində bir müdaxilə idi. Ələddinin zərbəsi və gol! Kapitan özü fərqləndi Wolf Team komandasında. Ələddin Səfərov. Hücum cəhətlərini özü başlatdı. Özü də məhz tamamladı. 2-1 oldu fərq. Minimum indi. Bənzəli Teymurov. Komandası 2. Wolf Team komandası 1. Zamiq bir zərbə İbrahim. Yaxın küncünü yaxşı bağladı. Keçid yoxdur. Küncdən zərbə olacaq. Bir duran top şansı. Aslam. Şamil. Zərbə gələcək mi alınmadı. Əksum şansı ola bilər. Wolf Team adına 3-cü hərəkətləniblər. Paşa. Azad topladı Azad. İlqar. Davamı gəlmir. Çox maraqlı. Başa-baş bir oyunun şahidik. Yüksək tempdə bir qarşılaşma izlədik. Top Zamiqin özünə meydan tərk edir. Wolf Team komandası altın top oyuna daxil edir. Bir aldadıcı cəhd, bir zərbə. Yaxşı düşünmüşdü. Vüsal. Aslan. Hərəkətlənən oyuncu var cinahda. Məsələ Samiqi. Gördü o da. Onur. İtirdi topu. Əksum şansı ola bilər. Məhəmməd Əlinin ötürməsi Azadın gerisində qaldı. Samiq. İlqar. Yaxın cinahda komanda yoldaşına düşürmüşdü Şamil. Bir qədər digər cinah hərəkətləndi. Nəqəmi müdaxilə sonrası topu ata yollanmışdı. Aslan. Aslan da artıq bir qədər geri çəkilib sanki. Hücum cəhətlərini geridən özü başladaraq qurmağa çalışacaqlar. Qoldan sonra məhz taktiki bir dəyişiklik. Ağa, Ələddin. Ağa. Təzyiq öz bərəsini göstərdi Aslan. Şamil onların gerisində qalır ötürmək. Yaxədən top hərəkətli qazanmalıdır. Paşa. Ağa, rəqibi üçün saxlamış oldu topu Onur. Öz komanda yoldaşına tuş gəlir top. Aslan. İlqar. İlqarın zərbəsi və gol. Fərqi 2'ye yüksəldir. Aslanov İlqar. Çərçivəni nişan aldı. Səvinə nail oldu. Fərq yenidən 2'ye yüksəlir. 3-1. Şəhid Bənzəli Teymurov komandası 3. Wolf Team komandası 1.
Elədi. Zamiq qarşıladı. Mehmet Əlin düşünmüşdü Zamiq. Müdafiədə inamlıdı. Tələsmir geriyə ötürmə Vüsal. Uzaqlaşdıra bilmədi. Bir zərbə. Bir qədər kobud oynadı. Daha doğrusu kobud bir səhvlə yadda qaldı. Yanlış oynamışdı. O nəticə etibarilə rəqib də bu şansdan yararlana bilmədi. İndi daha bir standart vəziyyət. Cərimə zərbəsi olacaq. Onur Məmmədov zərbəni yerinə yetirəcək. 2 nəfərdən ibarət canlı sədd. İbrahim qapısında diqqətli. Onurun zərbəsi. Çox uğursuzdur. Top qapıdan bir xeyli aralı meydan tərk edir. Bir uzun ötürmə. Azadın ön istiqamətində Azad. Çevirə bilmir. Qapı qarşısına çevirə bilmir topu. Samiq, Azaddan təzyiq var. Şahmar. Mehmet Əli mane olur da ona. Şahmarın zərbəsi. Onur təkrar zərbə. Ələddin. Zərbənin qarşısını kəsir. Ayıb Şahmar. Onurda qaldı top. Onur tabanı ötürməsi. Şahmar zərbə edirə biləcək mi? Bir zərbə və gol. Ayıb Şahmar. Fərqicə yüksəldir. O dəfə Könülər siyasının öz adını yazdırır. Onurun sona qədər mübarizə aparması, inamlı mübarizəsi. Taban ötürməsində, məhsuldar ötürməsində Şahmar bu çərçivə yollamağı bacardı. 4-1 oldu. Wolf Team 1. Məncəli Teymurov komandası 4. Top onun əlinə tuş gəldi. Hakim epizoda yaxın idi. Səmədov. Eşən şey görürdü. Rəcəb bir zərbə. Vüsal dəf etməyə bacarır bu zərbəni. Aslan. Rəqib azlıqda yaxalayıblar. Ağa. Onur topla birlikdə rəqibin ayağına da zərbə indirdi. Oftiv komandasının kapitanı yerdə qalıb Ələddin Səfərov. Artıq ayağa qalxır. Onur Məmmədov. Fuad Onur. Aslan. Aslanın zərbəsi öz komanda yoldaşına tuş gəldi. Ələddin uzun bir ötürmə gələcək. Ağa geriyə verdi sanki. Bu geriyə qaytarırdı. Qarşılaşmada 20-ci dəqiqə oynanılır. 5 dəqiqə yaxın bir müddət qalıb. 2 sənə bitməsinə. Məncəli Teymurov komandasının 4-1'lik üstünlüyü var. Rəqib Wolf Team qarşısında. Vüsal. Aslan. Ağa pressing edirdi. Aslan. Onur aldatdı rəqibini. Bir zərbə. İbrahim keçid vermir. Bu epizod üçün rəqibini məyus etdi. Onur Məmmədovun zərbəsini izlədi ki, İbrahim 1-1 də qapısını qorumağa bacardı. Ələddin Səfərov. Anlaşa bilmədilər. Yan xəttdən top meydanı tərk etdi Aslan. Şahmar topu buraxdı. Onur zərbə üçün
Şans axtar dönüb bağlıydı. İndi Samik tamamladı. Samik fərqlənir. Lider fərqi bir qədər də artırdı. 5-1. Rəcəb tək başına rəqibin üzərinə irəliləyir. Komanda yoldaşları hərəkət edir. Rəcəb aldatdı rəqiblərinin zərbəsində. Son anda. Ayaqlarda toxunuş etdi. Heç gözləmirdi Rəcəb məhz belə irələyəcəyini. Mərkəzdən topu götürdü, özü irələdi. İki rəqibin arasına topu çıxarmağa bacardı. Zərbə də indirdi. Son anda Vüsal. Bir müdaxilə ilə dəf etməyə bacardı. Aslan aldatıcı cəhdlər ötürmə komanda yoldaşına Onur Məmmədov. Daha bir qola imza atır. Fərqi 5-ə yüksəldir artıq. 6-1. Fasilə öndə yollanacaqlar bu artıq. Bəllidir. Təxmin olaraq 3 dəqiqə yaxın bir müddət qalıb ilk hissənin bitməsinə. Hesab isə 6-1. Amma dayanmaq da bilmirlər. Onur bir ötürmək isə Şahmanın zərbəsi keçmir. İlqar qaydanı pozmuşdu. Çobulluq var idi, refer epizoda yaxın idi. Bu epizodu qayda pozuntusu kimi dəyərləndirdi. Musal. Ziyarətə Onur. Son qol ondan gəlib. Fuat. İlqar. Bir ötürməsi Paşa keçid vermir. Onur. Şahmar. Davamı gəlmədi. Azad. O müdafiədən çıxarma çəkləri. Müdafiədən çıxma çətinlik çəkir bu dəqiqələrdə. Wolf Team komandası Onur ötürmə. İlqar. Zamik. Bir zərbə İbrahim. Bu səfər Zamik'ə keçid vermədi. Üçüncüdən zərbə. Son anda İbrahim. Paşa. İlqarın zərbəsi. Toxunuş var idi. Nihayətən Əncəl Teymurov komandası top hərəkətli qazandırmalıdır. İlqarın zərbəsi keçmir. Paşa. Rəcəb. Fuatdan mübarizə aparırdı. Fuat. Fuat'a yolladı. Fuat Zamik. Təzyiq var idi. Azadın zərbəsi. Bir qədər azalır müdafiədə. Kobud səhv və nəticəsində qapılarında top gördülər. 6-2 oldu. Əncəl Teymurov. Kollektiv 6. Wolf Team komandası 2. Şamil. Şahmar. Son müdaxilə Paşadan gəldi. Azad. Fuat keçid vermir. İlk hissədə son epizodlar, son cəhdlər. Düşünürəm ki, son dəqiqəyə daxil olmuşuq. Son dəqiqə oynanılır ilk hissədə. Fuat Onur.
Sağa var idi Onur. Sola meyləndi. Ötürmək komanda yoldaşına Şahmar. Topu söküb aldılar ondan. Azad. Elə bu epizodla da bu cəhətlə də kimi 2 hissəni bitirdi. Gəncə Teymurov komandası fasilə öndə yollanır. Heç ayrılmıq fasilədən sonra yenidən bir yerdəyik. Bəli, əziz Premium Liga izləyiciləri, ikincisi də yenidən bir yerdəyik. İkincisi də maraqlı qarşılaşmanın şahid olduğu hansı ki bir daha xatırladım Premium Ligada. İlk tur qarşılaşmaları bugün start götürdü və Efland Arenada keçirilən Premium Liga bir qarşılaşmanı artıq geridə qoyub maraqlı bir qarşılaşma izləyə bir şey bu artıq ikincisidir. Hal-hazırda da Gəncəli Teymurov komandasının 6-2'li üstünlüyü var rəqib Wolf Team qarşısında. Bir köşdən zərbə çəkdi. Standart vəziyyət. İlqarın zərbəsi İbrahim. Keçid vermir. Şahmar. Zərbə üçün tələsdi məsələ komanda yoldaşları da bunu etibar edirdi. Bunu bildirirdi. İbrahim. Məhəmməd Əli. Paşa gözlətmədən bir ötürmə hissəyə Azada doğru. Rəqib ayaq qoydu. Şahmar yüksəklik qazandırdı. İlqar hərəkətlənib İbrahim. Çıxışda düzgün oynadı. İki hissədə meydanda nə az nə çox 8 gol qeyd alınmışdı. Onur Məmmədov. Məhz qarşılaşmada hesabı açmışdı. İlqar. İlqar da bugün fərqlilərin siyasına öz adını yazdırmağı bacarıb. Yan xətdən top hərəkətliyi qazanmalıdır. Onur. İtirmədi topu. Onur topladı. Bir qədər sol cinatdan hərəkətlənib qapı qarşısına ötürmə verməyi düşünürdü zənnimcə. Rəqib də mane olurdu ona. Şahmar. Azadı var, aldatdı rəqibdə. Şahmar ötürmə hissəyə Onur. Müdafiədən çıxmaq çətinlik çəkir Wolf Team komandası. İbrahim. Paşa. Ağa, indi bir əksizum şansı ola bilərmi? Şamil. Onur. Bir qüvvətli zərbə. Şahmardan izlədi. Az fəklə top qapının yanına meydan tərk etdi. Çərçivə düşmək mümkün olmur. İbrahim. Paşa. Eyni cinahda kapitanla oynadı. Ələddin Səfərov. Paşa. Qarşılıqlı top itkisi. Ələddin. Ağa. Şahma var. Götürmə hissəyi. Zərbə gələcək Azad. Çönməyə imkan vermədilər. İlqar əksizun şansa. Onur. Onur. İki hissədə olduğu kimi ikinci hissədə də yüksək tempdən maraqlı bir qarşılaşmanın şahidik. Paşa. Topu ata yollanır. Önü bağlıydı. Geriyə qayıtma məcburiyyətində qalacaqmı? Qayda pozulmuşdu. Refer epizoda yaxın idi. Ağaya qarşı qayda pozulmuşdu İlqar. Qaydanı pozdu. İndi bir standart vəziyyət. Paşa topun arxasında. Paşanın zərbəsi. Şahmar. Bu qüvvətli zərbəni başı ilə. Baş zərbəsi ilə qarşıladı. Ələddin. Onur. Aslan hərəkətlənib İbrahim. Şahmardan gəlişinə daha bir zərbə izlədik. Topların üzərinə meydan hərəkət etdi. Bu zərbə üçün isə daha sonra komanda yoldaşlarından üzr istədi. Geri dəqiq zərbə adına. Aslan. Aslan.
Sinaqda komanda yolaşı var idi. Eləməsi onu düşündü amma. Götürməsi ünvana çatmamışdı. Qarşılıqlı top itkisi səhvini düzəldir Aslan. Şahmar, Şamil. Paralel ötürmə hissəyi. Müdafiəçilərdən geri qayıtdı. Künçdən zərbə. Şahmar. Sağa hərəkətləndi. Şamil. Fuat. Domalarında saxlama mümkün olmur. Məhəmməd Əli. Fırma ünvana çatmır. Yan xətdən isə artıq top meydanı tərk etmişdi. Şamil biri var qabaqda, qoyma onu. Azadca yaxına. Künçdən zərbə. Toxunuşu istədiyi kimi alınmır. Fuat, Şamil. Ələddin təqib edir rəqibin ön bağlı idi. Geriyə qayıtma məcburiyyətinə qaldı. Fuat. Onur. Altı yıllanır top. Yan xətdən top hərəkəti qazandı Məhəmməd Əli. Azad toxundu amma top meydanda saxlama mümkün olmur. Qapıdan zərbə. Vüsal, Şahmar. Onur. Qayda pozulmuşdu. Həkimin topa deyiləməz. Umra müdaxiləsi var idi. İndi bir standart vəziyyət. Şahmar ötürmə ilə başladı Şamil. Son müdaxilə. Məhəmməd Əlidən gəldi. Şahmar. Azad. Qayda pozulur. Tam geliştirme. Arka. Altı 2'den Geçme Aslan orada var. Şahmar mani oldu. Zərbə şansı tanımadı. Lələddin. Son müdaxilə Onurdan riskə getmədən topu ata yollayır. Şahmar ötürməni oxudu. Eksizm şansı ola bilər. Onur. Hissədə qeyd olunan 8 qol, ikinci hissədə artıq 9-cu dəqiqədə oynanılır və hələ ki qol yoxdur. Biz də bəs qalır, axşam işimiz var. Onur. İbrahim 2 hərəkətdə top özündə saxlama bacardı. Bir eksizm şansı. Müdafiədən çıxa bilmir komanda. Şahmar. Qarşılıqlı top itkisi Azad. Onur. Bir qədər yanlış oynadılar müdafiədə. Şamil! Paşa.
Azad ötürmək istəyi, Azad. Ələtdən ötürməsində Azad. Üstad məqsəd alınmadı, Onur. Son anda. Ələtdən Səfərov. Qapısını sığortaladı, keçid vermədi, Paşa. Qarşılıqlı top etkisi Onur. Samir, Aslan. Onur taban ötürməsi, Samiqin zərbəsi İbrahim. Zərbənin qarşısını kəsməyi bacarır. Bıçaq altında özü zərbə indirmək sesi. Düşündü kim alınmır. Paşa. Şamanın əlinə tuş gələn top. Fuad. Rəcəblə Fuadın mübarizəsini izlədik. Son müdaxilə Fuaddan. Paşa. Gözlətmədən zərbə idi bu. Çox uğursuz bir zərbə alındı. Yan xətdən top hərəkətliyi qazanacaq Şamar. Üsal. Son müdaxilə. Ələddindən. Onur Cina dəyişili Zamik. İlqar. Top ayağına çox ası Məhəmməd Əli qarşı. O top etkisi əksizim şansı ola bilər Rəcəb. Demək komanda yoldaşına Paşa. Rəqib mane olurdu 2-3-dən zərbə. Bir duran top şansı. Ələddin. İşinə zərbə indirdi. Onur gövdəsi də zərbənin qarşısını kəsmişdi. 2-3-dən zərbə deyil, kəsinatdan baş tutdu. Səfərsi Azadın zərbəsini izlədik biz. Üsal tələsir. Aslan boşdaydı. Aslan. Öz komanda yoldaşına tuş gəlir zərbə. Onur. Onur. Azad ayaq saxladı Rəcəb. Sərbə gələcək. Samik mane olurdu ona. Hesaba nəzər yetirsək, Pəncəli Teymurov komandasının 6-2'lik üstünlüyü var. Rəqib Wolf Team qarşısında. Yaxədə top hərəkətliyi qazan Zamik zərbəsi keçmir. Uğursuz bir zərbə idi. Qapıdan zərbə olacaq İbrahim. Ələddin Səfərov. Wolf Team komandasının kapitanı. İmansız bir ötürmə idi hətta.
zərbə xarakteri də daşıyırdı birbaşa qapıya. Onur Məmmədov. Aslan aldatı rəqiblərinin zərbə. Asfəklə. Top qapının yanı meydanını tərk edir. Rəcəb ram edə bilsə, təhlükəli bir cəhd izləyə bilərdik. 2-2 hərəkətlənmişlər. Amma istənilən kimi alınmadı. Vüsal. Ələddin. Onur araya girdi, Onur. Rəqib mani olurdu ona. Onur qapı qarşısına ötürmək istəyir Aslan. Toxuna bilmir. Son müdaxilə rəqibdən. Gümüşdən zərbə olacaq. Bir standart vəziyyət, bir duran top şansı. Paşa. Bir anlıq büydürədi. Tərs bir müdaxilə alındı. İlk üçdən zərbəyə. Sami qısa bir ötürmə ilə başladı İlqar. Onur Məmmədov söndü, zərbə indirdi. Zərbə keçmir, müdafiədətdən canlı səhət qurdular sanki. Paşa. İlqar qaydanı pozmuşdu. Ədalət təmsilçisi bunu işarə edirdi. Paşa Əzizov. Ələti. İlqar var mərkəzə doğru Ağa. Qarşılıqlı top etkisi Zamik. Uzaqlaşdırdı, görək Onur özünü çatdıra biləcəkmi? Onur. Başla zərbə ilə. Baş zərbəsi topu qapıya yollamaq istədi. Hər time'da da bir dəfə time out. Qapıdan zərbə. Bir daha xatırladım ki, Pəncəli Teymurov komandasının 6-2'li üstünlüyü davam edir. Rəqib Oftim qarşısında. İlqaraya girmək istədi Ələddin. Sona qədər mübarizə apardı. Hakim edir ki, qayda pozulmamışdı, amma auto yollandı top. Ələddin. Cinadə yeşiliyə Azad. Qarşısında Zamik var. Öz-özünü aldatdı sanki Zamik. Şamar, uzun şansı ola bilər. Üçüncü hərəkətləniblər. Şamar. İbrahim Ələk keçirdi. İndi uzun bir ötürmə Rəcəb. Gol gəlir Ələddin. Səfərov. Kapitanın toxunuşu var idi sol olaraq. Rəcəbin baş zərbəsində Ələddin toxundu. Vüsalın yanına məhz top çərçivə yollanır. Fərq bir qədər azalır Pəncəli Teymurov. 6. Oftim komandası 3. Fərq 3'ə indi. İkinci hissədə ilk gol. Qarşılaşmanın 19-cu dəqiqəsində məhz. Belə desə ikinci hissənin 19-cu dəqiqəsində. Olaraq isə 39-cu dəqiqədə bu arada Onur Məmmədov rəqibin çox sevməsinə imkan vermir. Fərqi yenidən 4'ə yüksəldir. Hesaba nəzər yetirsək, Pəncəli Teymurov komandası 7. Oftim komandası 3. Ağa. Oyunun tempi bu dəqiqələrdə bir qədər aşağı enib. Yavaş-yavaş oyunun sonlarına yaxınlaşırıq. Artıq 40-cı dəqiqə oynanırlar meydanda. Təxmin olaraq 10 dəqiqə yaxın bir müddət qalıb maçın bitməsinə. Burada qayda pozulmuşdu. Hakim bir qədər gözlədi Nizamidov. Eşən daha sonra cərimə zərbəsi olduğunu işarə edirdi. Bu arada səhv etmirəmsə faalların da sayı 5'də olacaq. Daha bir qayda pozuntusu, daha bir faal qapiometrli birbaşa zərbə deməkdir. Bu cəhətdən Şəhid Pəncəli Teymurov komandası daha ehtiyatlı olmalıdır. Səhvimi düzəldim, əksinə. Oftim komandası daha ehtiyatlı olmalıdır. Standart vəziyyəti isə qeyri-dəqiq yerinə yetirdi. Şahmarın ifasında izlədik biz bu zərbəni.
Aslan. Zərbə keçmir. Onlar doğru ötürməz. Son müdaxilə Məhəmməd Əlidən. Yaxından top hərəkətli qazanmalıdır. Onur Məmmədov. İlk və son qol ondan gəlib. Gücdən zərbə. Müdafiəçilərdən toxunuş var idi İlqar. İbrahim. Uzun bir ötürmə. Bu ötürmə kimə idi? Heç bir komanda yoldaşı yox idi. Rəqibin cərmə meydançası səndəvərində. Rəcəb. Fatih Maynol orada ona. Onur Məmmədov. Onlarına siyasına daha birini əlavə etdi. Fərqi 5'e yükseltti artıq. 8-3 oldu. Hatta böyle bir möcüzə olmazsa ilk turda əməz. Bu qarşılaşmada Bəncəli Teymurov komandası qarşılaşmanı qalibiyyətlə, qələbə ilə tamamlayacaq. İlk turun açılış oyununda, ilk oyununda Refika komandası Şən komandasını məğlub etdi. İlk xalını qazandı. İndi isə məhz Şəhid Bəncəli Teymurov komandası qələbəyə yaxındır. Qarşıda 3 qarşılaşma var, bunu da xatırladım. İlk turda beş qarşılaşma izləyəcəyimiz 10 komanda iştirak edir bu turnirdə Premium Ligada. Bunu da xatırladım. Zamik. Son müdaxilə Məhəmməd Əlidən. Şahmar. Aslan. Aslan. Son müdaxilə. Ələddin. Ələddinin toxunuşu sonrası top rəqibə tuşşəli meydanı tərk edir. Yan xətdən Old Team komandası top oyuna daxil etməlidir deyə referi işarə edirdi. Qapı qarşısına ötürmə hissəyi. Azad daha inamlı bir toxunuşla topu qapıya yollaya bilərdi. Bir akrobatik zərbə cəhdi Onur. İstədiyi kimi alınmır onun bu cəhdi. Məhəmməd Əli. Ağa. Bitirmədi topu Məhəmməd Əli. Zərbəsi keçmir. Güncdən zərbə. Cərmə meydançası səndəvərində 3 komanda yoldaşı var. Bir ötürmə hissəyi. Müdafiəçilərdən geri qayıtdı. Bu səfər altdan topa ilə daxil edilməlidir. Ağa. Gecikdi. Gecikdi ötürmək üçün də ikisum şansı ola bilər. Ronor rəqibin üzərinə üzərinlədi. Bir zərbə son anda İbrahim. Artıq 49-cu dəqiqədə bitmək üzrədir. Bir qədər sonra son dəqiqə qarşılaşmada son dəqiqə daxil olacaq. Son müdaxilə qapıcıdan. Güncdən zərbə. Onur. Onur. Sal nəzarət altında. Yan xətdə top meydan tərk edir. Şamil hədiyyə edir topu rəqibinə. Zərbə Rəcəbdən. Uğursuz alındı. Belə qarşılaşmada artıq son dəqiqə oynanırlar. Son dəqiqəyə daxil olmuşuq. Bəncəli Teymurov komandasına qələbədən sadəcə saniyələr ayırır ilk turda. Hatta düşünürəm ki, möcüzə də onları xilas edə bilməz. Gözlər referidə Mirzəmədov Elşən qarşılaşmanı idarə etdi.
Son saniyələr, son cəhdlər, son epizodlar. Bəli, elə son saniyələrdən bəhs edərkən referi bu qarşılaşmanı bitirdi. İlk turda Pəncəl Teymurov komandası 7-3 hesabı ilə rəqibinə Wolf Team komandasına qalib gəlir. Bu dəqiqələrdə sizlərlə mən oldum Mikail Yusufoğlu. Növbəti oyunlarda hər iki komandaya uğurlar arzu edirik. Sağ olun, salamat qalın.